Şəki Tarix Muzeyi 3 illik bərpa və yenidən qurmadan sonra nəhayət açıldı, qonaqları qəbul eləyir indi. Bakı xaricində bütün regionları nəzərə alsaq, ən informativ, səliqəli muzeydir. Bunu iddia eləyirik. Gəlib görəndən sonra özünüz də həmin qənaətə gələsiniz. Muzey deyəndə adətən Sovet dövründən gələn muzeylərə baxanda içində köhnə əşyalar yığılıb, zəif işıqlandırması var, rütubətli, içəridə özünə xas ətri olan bir yer ağla gəlir. Şəkidəki bu tarix muzeyi həmin o mifi qıracaq və digər regionlar üçün də nümunəvi xarakteri olacaq. Muzeyin tamamını gəzməkdən ötürü ən az 2 saat vaxt lazımdır bütün məlumatları oxumağa. Çünki ən qədim dövrlərdən sonra xanlıq dövrü, ondan sonra məişət hissəsi, ipəkçiliklə bağlı hissə və s. bütün detalları orada görə bilirsiniz. Muzey özü də tarixi binada yerləşir. Həftənin hər günü səhər 9-dan axşam 6-ya gəlib tanış ola bilirsiniz muzeyin içində eksponatlarla. Yerli vətəndaşlar 18 yaşından böyüklər üçün 2 manatdır bir nəfər. 18 yaşından kiçiklər, şəhid ailələri, qazilər bu şəxslər üçün ödənişsizdir. Muzeydə bəzi eksponatlar var ki, onlar üçün ayrıca videolar çəkib izah eləmək lazımdır. İnşallah yaxın bir ay ərzində də bu videoları çəkəcəyik. Bizi izləməyə davam edin.